ki, hansı ki o haqları biz qardaşlarımızın üzərində olan haqları ki ödəməliyik, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə əmr etdi ki, o 6 haqq, o haqları daha çox, vallahi ki, baxırsan ki, müsəlmanlar daha çox kafirlərə, cahillərə, yəni ibadət eləməyənlərə daha çox edirlər. Nəinki nədir? Dində olan qardaşına qarşı. Görürsən ki, müsəlman digərlərinin haqlarını daha çox qoruyur. Nəinki müsəlman bir qardaşının haqları. Və və deyir ki, burada Subhanallah, deyir ki, görəsən deyir, bu haqları qoruyanlar varmı deyir. Əbu Hureyra radiyallahu anhudan gəlir ki, Allah Rasulü sallallahu əleyhi və səlləm belə buyurur deyir. Müsəlman deyir, bir digər müsəlmanın deyir, qardaşıdır. Ona xəyanət etməz. Ona yalan danışmaz. Ona dəstəyini və köməyini deyir, ondan əsirgəməz. Hər bir müsəlmanın namusu, malı və qanı digər müsəlmana haramdır deyir. İnsanın bir adama, bir müsəlmana pis olması, yəni pislik etməsi nifrət olaraq deyir, sənə deyir, kifayətdir. Yəni, öz qardaşıma qarşı pis olmağı nifrət olaraq deyir, sənə kifayətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. Başqa bir hədisdə buyurur ki, müsəlman müsəlmanın qardaşıdır, deyir. Ona zülm etməz, onu ələ salmaz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödər. Kimdir müsəlmanın bir sıxıntısını qurtararsa, Allah Teala da deyir ki, onun qiyamət günü sıxıntılarından qurtarardır. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah Teala da qiyamət günü onun eyblərini örtərdir. Və başqa bir hədisdə deyir ki, mömin öz qardaşınındır, müsəlmanın nədir? Güzgüsüdür. Mömindir, möminin qardaşıdır. Onu azmağa, həlak olmağa qoymaz və onu deyir, arxadandır, əhatə edərəkdir, nə edər? Qoruyardır. Subhanallah. Həqiqətən də bu Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləmin bizlərə olan nəsihətidir. Müsəlmanları qorumaq, qardaşlıqda möhkəm olmaq. Hər kəs bizdə əvəz-əvəzdir. Mən eləmişəm, o gəlsin eləsin. Bir dəfə eləmişəm də, 10 dəfə yaxşılıq eləmişəm də. Heç olmasa bir dəfə də o eləsin. Bilginən ki, əziz qardaşım, Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, insanlara təşəkkür etməyə Allaha şükür etməz. Sən etdiyin yaxşılıqlar hamısı Allah üçündürsə, sən fikir verməməlisən ki, o insan gəldi sənə təşəkkür elədi ya eləmədi. Əgər sən o etdiklərini Allah üçün eləmisənsə, onun mükafatını sən Allahdan istə. Allah da onun səvabını sənə verər, onun mükafatını verər. O insan onu başa düşdü, o insan onu başa düşmədi. O nə edəcəksə, naşükürlük edəcəksə, başa qalxacaqsa, nə edəcəksə o günahını o daşıyacaq. Amma sən etdiyin əməlin nədir? O mükafatını, o savabını Allahdan diləməlisən.